Kim testləri eləyibsə, testin içində həmin sual var idi. Birinci qeydini yazdırım, sonra dərsimizdə 2 dənə tab var, ona keçəcəyik inşallah. Deməli, hökmən bu qeydi yazıb götürün, çünki qəbul suallarına düşür. Ən sonunda açıq sual olaraq salıblar. Öncə yazıram, kimsə qeyd aparsın, screenshot eləsin, götürsün. Ondan sonra real da göstərərəm mənası. Deməli, yaza bilərsiniz belə. Bu qeydimiz yalnız Word proqramı üçün keçərlidir. Yəni, Excel üçün, digər ofis proqramları üçün keçərli deyil. Ona görə yaza bilərsiniz belə. Word-də. Bu e-maildə ancaq Word üçün aiddir. Yaza bilərsiniz belə. Word-də, mən də buradan yazıram sizin üçün, cədvəlin sətrini və ya sütununu. Söhbət cədvəldən gedir. Word-də cədvəlin sətrini və ya sütununu silmək üçün bu qeydi hökmən yazıb götürün. Word-də cədvəlin sətrini və ya sütununu silmək üçün seçib, yəni sətir və ya sütunu əvvəlcə seçib, aşağıdakı 3 yoldan istifadə edə bilərsiniz, əziz tələbələr. Söhbət cədvəldən gedir. Cədvəlin həm sətrini, həm də sütununu silmək üçün seçib, aşağıdakı 3 yoldan istifadə edə bilərik. Birinci yol. Birinci yolumuz backspace düyməsidir. Tələbələrin çoxlu suallarda delete düyməsini götürür. Delete düyməsi yox. Delete düyməsi indi real olaraq göstərəcəm. Sətirin sütunun özünü silmir, içindəkiləri silir. İndi real göstərəcəm, öncə yazaq. Birinci yolumuz backspace düyməsidir. İkinci yolumuz shift üstəgəl delete düyməsidir. İkinci yolumuz. Üçüncü yolda Ctrl X-dir. Uşaqlar, Ctrl X nə idi? Nəyin düyməsi idi? Cut'ın. Kesmək. Cut'ın düyməsi idi. 3 dənə yol yazıb götürə bilərsiniz. Yenə də deyirəm, Word-də cədvəlin sətrini və yaxud sütununu silmək üçün. Öncə seçib, daha sonra klaviaturadan backspace düyməsi, shift delete düyməsi və Ctrl X-dan istifadə edə bilərik. Yazdıqsa və yaxud screenshot elədiksə, indi real olaraq göstərməyə çalışım sizə. Ümid edirəm yazdınız və yaxud SS elədiniz. Yəqin ki, tamam. İndi gözləyim də sıfırdan Word açaq. Aha. Zəhmət olmasa ekrana baxın. Bir dənə cədvəl yaradıram. Cədvəl yaratmaq harda idi? Keçən dərs keçmişik. Insertdə table. Düzdürmü? ASO. Yəni, biraz da buradan miqyası artıraq silsin. Yəqin ki, ekranı hamı görür. Hal-hazırda neçə dənə sətrimiz var? 3 dənə sətrimiz var. Misal üçün, bura info sözü yazıram. İndi bu cədvəlin birinci sətrini seçirəm. 3 dənə sətrimiz var. Əziz tələbələr, indi klaviaturadan delete basacam. Görün, delete basanda bu 3 dənə sətr 2 sətrə düşəcək, yoxsa içindəki söz mü silinəcək? Baxın, delete bastım. Delete basanda gördüyünüz kimi 3 dənə sətr olduğu kimi qalıb. Delete ancaq neynədir? İçindəki yazını sildi. Ona görə sətr və ya sütunu silmək deyəndə cavabı delete götürmürsünüz. Delete sətr və sütunun özünü silmir. İçindəki yazını silir. Amma indi baxın, seçirəm, backspace-i basıram. Görün, nə oldu? Oldu 2 dənə sətr. O sətrin biri silindi. Seçirəm, shift delete düyməsini basıram. Bax, yenə silindi. Seçirəm, Ctrl X edirəm. Ctrl X nədir? Cut. Kəsirəm, götürürəm. Bunların hamısı keçərlidir. Kimsə deyə bilər ki, axı Ctrl X silmək deyil. Silmək deyil. Amma kəsib götürür də, görüntü olaraq heç bir fərqi yoxdur deyə, ona görə demonu götürür. Ona görə yadınızda qalsın. Sizə deyəndə ki, cədvəlin, söhbət Word-də cədvəldən gedir, başqa şeydən gedir. Cədvəlin sətrini və yaxud sütununu silmək üçün istifadə edə bilərsiniz. Ctrl X-dan, shift üstəgəl delete-dən, həmçinin backspace düyməsindən. Sətr üstündə keçərlidir, sütun üstündə keçərlidir. Test eləmişsinizsə, testin bilmərəm 40 neçənci sualında var idi. İndi axırda testlərə baxanda yenə də baxarıq. Amma birdən kimsə testə qalmaz, kitabda yoxdur deyə yazdırdım. Yəqin ki, hamıya can sağlıq. İndi isə gəlin başlayaq dərsimizə. Kitabınızın səhvləmirəmsə 123-cü səhifəsində dizayn tabı başlayır. Mən böyütdüm ekranı. Kiməsə çox böyük olsa deyər, balacalaşdıraram. Deməli, 123-cü səhifə. Səhvləmirəmsə dizayn tabı orada başlayır. Açın başlayaq. Deməli, başlamamışdan əvvəl zəhmət olmasa 123-cü səhifənin elə yuxarısından 2 dənə cümlə yazacaq. Orada elə yuxarıda ağ zolaqdan 2 dənə cümlə yazın zəhmət olmasa. Yazın belə. Draw, ekranda görsün yəqin ki. Yazın ki, draw tabı, ekranda yəqin ki, hamı görür. Draw tabı əsas lent tablarına aiddir. Draw tabı əsas lent tablarına aiddir. Yəqin ki, hamı görür.
draw tabı əsas lent tablarına aiddir və qələmlər vasitəsilə sənəd üzərində yazılar yazmaq üçündür. Və qələmlər vasitəsilə sənəd üzərində yazılar yazmaq üçündür. Ümid edirəm yaza bildiniz. Zaten draw sözündən məncə aydın olar. Uşaqlar, kitabda draw tabı haqqında heç bir məlumat yoxdur. Səbəbi ondan ibarətdir ki, DİM-in də kitabında yoxdur. Amma desəz ki, niyə yazdırırsınız? DİM-də bir dənə sual var. Sualda deyir ki, əsas lent tablarını seçin. Cavabların içində draw da verilib və draw da götürülür. Bir açıq sual kimi bir sualdır. Daha doğrusu seçim sualıdır. Açıq deyil. Cavablardan seçirsən. Draw da seçilir. Ona görə draw'un adı orada çəkilib deyə sadəcə bir cümlə ilə işimi qarantiyə almaq üçün ona görə sizə yazdırıram ki, belə bilin. Amma özündə də heç bir xüsusi bir şey yazılmayıb. Belə deyim də Lori dildə. Sadəcə bilin ki, bu tabda var. Yəni belə tutmasın. Varlığın bilsəz kifayətdir. Yəqin ki, hamıya can sağlıq. İndi yolumuza davam edək. Bugünkü tablarımızdan biri dizayn tabıdır. Dizayn çox asan tablardan biridir. Özünüzü ekstra yormaya ehtiyac yoxdur. Mən necə deyirəmsə, elə də öyrənsəz bəs eləyər. Zaten heç həcmi bir səhifə belə deyil. 123-cü səhifənin ortasındadır. Yəni bir azca həcmi var. Mən dediyim formada öyrənin. Deməli, dizayn sözünün mənası adından da göründüyü kimi forma vermək, dizayn vermək. Dizayn tabı 2 dənə lent qrupundan ibarətdir. Lent qrupu nə idi? Tərkibindəki olan bölgülər. Birinci lent qrupumuzun adı Document Formatting lent qrupudur. Yəqin ki, görürsünüz. Document Formatting, elə tərcümə edib yadda saxlaya bilərsiniz. Sənədi formatlaşdırmaq. Yəni, bundan daha çox tələbələr PowerPoint proqramında istifadə edir. Kimlərinsə PowerPoint-la arası yaxşıdırsa bilər. PowerPoint proqramında sənədə temalar verirlər. Hətta uşaqlar Power'in öz temalarını bəyənmirlər. Gedirlər internet üzərindən temalar seçirlər. Yəni, sənədə formatlaşdırmaq, sənədə rəng, effekt, nə bilim, şriftlərin effekti, rəngləri, yəni belə deyib keçə bilərsiniz. Bizə dənə sözlə sənədi formatlaşdırmaq, yəni başqa qeyri-adi xüsusi sualı yoxdur. Dizayn tabının içində əsas sual düşür bu ekranda gördüyünüz sağ tərəfdə. Yəni Page Background adlanan lent qrupundan. Və bunu bizə çaşdıra bilirlər. Ona görə burada biraz diqqətli olaq. Başlayaq birinci əmrdən. Biraz kisildim, sonra böyüdərəm. Birinci əmrimiz watermarkdır. Watermarkın tərcüməsi möhtəşəmdir. Tərcümə eləsəz, siz də elə tərcümə eləyərsiniz. Water su olduğuna görə watermarka su nişanı deyirlər. Bu, bunun dimsayağın möhtəşəm tərcüməsi. Amma testlərdə əsas nə formada düşür? Testdə yazır ki, sənədin arxa fonuna, boz rəngdə yazı yazmaq və yaxud şəkil yerləşdirmək üçün watermarkdan istifadə olunur. İndi real olaraq göstərəcəm. Girirəm watermarkın içinə. Burada custom watermark əmri var. Daxil oluram. Belə bir pəncərə açılır. Yəqin ki, ekranda görürsünüz. Birinci bura nə yazıb? Picture watermark. Yəni, daxil olub kompüterinizin yaddaşında hansısa bir şəkili arxa fona qoya bilərsiniz. Misal üçün, əlinizdə kursun kitabı açıqdırsa, kursun kitabına bir dənə baxın. Vərəqlərinizin arxa fonunda boz rəngdə Master M1-in logosu var. Yəqin ki, hamı kitabı açıqdırsa görə bilər. Master M1-in logosu. Və onu buradan qoymuşum. Picture watermark. Bir də var ki, text watermark. Bunu isə mən sizə sənəd filan atanda arxa fona görmüş olarsınız. Qırmızı rəngdə info-oxu filan yazıram. Onu buradan yazıram. Gəlirəm bu tekstin içinə, bu tekst yerin silirəm. Misal üçün, buradan yazıram. Info-oxu. Həmişə də adətən qırmızı rəng qoyuram. Baxın, indi arxa fonda gördüyünüz kimi yazıldı info-oxu. Buna deyirlər watermark. Daha tünd rəngdə də yaza bilərsiniz, solğun da yaza bilərsiniz, eninə də qoya bilərsiniz bunu, diaqonal boyunca da qoya bilərsiniz, şəkil də qoya bilərsiniz. Yəni, arxa fonda yazı yazmaq. Watermarkın mənası budur. Ya da bir şəkil yerləşdirmək. Ümid edirəm, başa düşdünüz. Çox asan əmrlərdən biridir. Mən də çox sevdiyim əmrlərdən biridir. Yəqin ki, yadda qalır. Az əvvəl dedim ki, çaşdırıcılıq var. Uşaqlar, çaşdırıcılıq bu iki əmirdədir. Deməli, page kale əmri, bir də page border əmrləri. Tələbələr bunları qarışdıra bilir. Nə ilə qarışdıra bilir? Zəhmət olmasa ekrana baxaq. Keçən dərs buradaydısa, home tabının içində bunların bənzəri var. Baxın, zəhmət olmasa. Home-da da border əmri var. Home-da da o işarəyə oxşar şeydir, kölgələndirmə əmri var. Keçən dərs bunlardan danışmışdım və bir daha deyirəm. Sualda diqqətli olun. Testlərin içində var idi. Ola bilər ki, kimsə səhv yazıb.
Əziz tələbələr, sualda sizə desələr, abzasın arxa fonu, abzası çərçivəyə almaq desə, abzas. Onda homdakı borderdən bu homdakı kölgələndirməni götürürsünüz. Amma sualda sizə desə ki, page nədir? Səhifə. Ya səhifədir, ya da vərəqdir. Desə ki, səhifənin arxa fonu və yaxud səhifənin sərhəd xəttləri, onda bunlardan istifadə olunur. Səhifə və ya vərəq desə, dizayn tabına qaçırsınız. Gəlin göstərim. Bax, dizaynın içində bu əmrləri icra eləyəndə, bax, gördüyünüz kimi, bütün səhifə rəglənir. Yəqin ki, ekran hamını gördür. Page borderi icra eləyək. Gəlirəm, hansısa bir sərhəd xəttini seçirəm. Bax, bir dənə baxın. Bütün səhifənin kənarları sərhəd xəttinə alındı. Yenə də deyirəm, sualda sənə desələr, səhifənin sərhəd xətti, səhifənin rənglənməsi, onda və yaxud vərəq də yaza bilər, onda dizayn tabından söhbət gedir. Amma misal üçün, abzas desə, misal üçün, homdakı əmrlər abzası çərçivəyə almaqdır. Bir də baxın, fərqi görün. Yəqin ki, hamı fərqi gördü. Abzası sərhəd xəttinə almaqdırsa, abzası rəngləməkdirsə, onda homdan söhbət gedir. Amma sizə deyəndə səhifə, vərəq, onda dizayndan söhbət gedir. Ümid edirəm, fərqlərin hamıya aydın oldu və yaxud işarələdiniz, qeyd apardınız. Çətin bir şeylər deyil, sadəcə sualı oxuyanda diqqətli olun. Yəqin ki, hamıya can sağlıq. Yolumuza davam edə bilərik. İndi gəldik layout tabı. Əziz tələbələr, layoutda sizi biraz çox yoracam. Layoutda qeydlərimiz çoxdur. Amma layout qutarsa demək olar ki, dərsimizin də çox hissəsi qutaracaq. Ona görə biraz səbirli olun. Layoutdan düşən ən çətin qəbul suallarının hamısını sizə deyəcəm. Ümumiyyətlə, bu vaxta qədər Word-ün ən çətin qəbul sualı layout tabından düşüb. Hamısını incəliklərlə deyəcəm. Ona görə səbirli olun, layoutda səbirlə dinləyin. Dediyim yerlərə fikir verin. Səhifə nömrələrindən mənə də dəstək olarsınız. Bəziləri yadımda deyil. Başlayaq. Elə səhv eləmirəmsə, layout səhifə 123-ün aşağısında başlayır. İndi bir-bir başlayaq. 124-ün yuxarısına çevirin, zəhmət olmasa. Oradan margins əmrini görəcəksiniz. Yəqin ki, görürsünüz. Uşaqlar, marginsin testlərdə düşən, belə deyib, dib cəhətdən testlərdə düşən bir dənə asar sözü var. O da kənar boşluqlar sözüdür. Kitabınız açıldısa 124-cü səhifəyə çevirin. 124-ün yuxarısında, ən yuxarısında deyəsən, margin sözünü tapın və orada kənar boşluqlar sözünü işarələyin. Kənar boşluq deyəndə yuxarıdan, aşağıdan, sağdan, soldan boşluq qoyur, yazını ortada yazır. Ona deyirlər margins. Hamı tapa bildi, 124-dədir, bir mənə də dəstək olarsınız. Onun yuxarısında olmalıdır. 124-ün yuxarısında. Təşəkkür edirəm. Orada zəhmət olmasa kənar boşluq sözünü kurğulayın. Bir testdə də margins gördünüzsə, qaçın kənar boşluq sözünə. Hər zaman sizə kömək olacaq. İnanmırsınızsa, birazdan testlərdə çıxdıqsa da göstərərəm. Yəni, rahat olun. Sonra gələk orientation. Hələ ki, buraları asandır, qorxmayaq. Orientation sözünün mənası istiqamət, orientasiya. Bir portret var, bir landscape var. Portretə kitab forması deyirlər. Landscape-ə də albom forması deyirlər. Mən ekranı çox böyütmüşəm deyə fərqlərini tutmaq olmur. Amma belə deyim də, lor dildə. Vərəqi dikinə qoymaq və yaxud əyib qoymaq, eninə qoymaq. Mənası budur. Beləcə düşür, qeyri-adi sualı yoxdur. Sonra, gəlirəm size sözünə. Məncə size-ın da nə olduğunu anlayırıq. Size nə deməkdir? Ölçü. Vərəqin A3 olmağı, A4 olmağı, misal üçün, üzr istəyirəm, kserkopiya filan gedəndə deyirik, vərəq A3-də olsun, A4-də olsun, A5-də çıxsın. Yəni, çap zamanı vərəqin ölçülərini nizamlaya bilərsiniz. Yəni, söhbət bundan gedir. İndi gəldiyim qəbul suallarından birinə. O qəbul sualımız columns əmridir. Məncə, columnsun nə olduğunu azdan çoxdan anlayırıq. Columns nə deməkdir? Sənədi sütunlara ayırmaq. Nə mənada ayırmaq? Daxil oluram içinə. Sənədi 2 dənə sütuna bölə bilərsiniz, 3 dənə sütuna bölə bilərsiniz və yaxud daxil oluram bu more columns bölməsinə. Uşaqlar, kitabınızda şəklin nömrəsini xatırlamıram, amma 124-cü səhifədə bunun şəklini görəcəksiniz. Görün, görürsünüz. E-mailini bu şəkli qəbula salıblar. Şəklin nömrəsini isədir, mənə bir dənə dəstək olarsınız. Burada səhifələr 7.49. Ay, təşəkkürlər. Zəhmət olmasa 7.49-cu şəkil hamıda açıqdırsa, səhifə 124-də. Bu şəkili bir dənə işarələyin. Daha doğrusu, 7.49-un yanına belə ürəkdən bir dənə bir qəbul sözünü yazın. Yanına da bir nidadan zaddan qoyun, bir gözümüz onu görsün.
Deməli, 7.49-cu şəkil. Bax, ekranda necə görürsünüzsə, həmin bu şəkli imtahana salıblar və sualda deyiblər ki, hansı lent tabının içindədir? Real olaraq görürük. Hardadır? Layout tabının içində. Ümumiyyətlə, məndən sizə məsləhət. Şəkilli sual, belə bir şəkilli sual verilibsə, həmişə o pəncərənin adına baxın. Adı nədir? Columns. Adı sizi heç vaxt yanıltmayacaq. Adında çaşdırıcı bir şey olmur heç vaxt. Columns'un adına baxırıq. Adına baxdıq, yadımıza düşdüsə ki, Columns əmri layoutdadır, əla. Götürüb yazırıq. Gördünüz ki, yox, adına baxanda sizə heç nə bir çağırışım gəlmir, bir heç nə yadınıza düşmür. Bu halda baxın içinə, görün bir məntiqlə bir nə görə bilirsiniz, nə tuta bilirsiniz. Məncə bunun içinə məntiqlə baxanda da tutmaq olur ki, sütunlara bölüb. Məncə bir o məntiqlə də anlamaq olur. Misal üçün, biz sizə testlər yazanda iki sütuna bölürük. Line between. Line nədir? Xət. Between nədir? Arasında. Aralarına xət qoyuruq. İndi OK bassam heç bir fərq görməyəcəksiniz. Çünki gərək ən azından bir sütun yazmış olam. Amma hazır sənin üzərindən göstərim. Misal üçün, bir saniyə açılır indi. Hazır sənəd. Bir saniyə arxa fonda qaldı yəqin ki. Bunu da zoom işarəsini buradan bağlayaq. O qədər sənəd açıqdır ki, tam göstərmir. Aha, budur. Baxın, zəhmət olmasa. Biz bu sənədləri neyləmişik? İki yerə bölmüşük, iki dənə sütuna bölmüşük. Görürsünüz də yəqin ki. Burada da var, burada da yazı var. Aralarına da xət qoymuşuq. Həmin bu formanı bu columnsdakı incə göstərdiyim yerdən eləyirik. Yəni, iki dənə sütuna bölürük, ortalarına xət qoyuruq. Yəni, mənası bundan ibarətdir. Yəqin ki, hamiyə can sağlıq. Yolumuza davam eləyək. Gəldik. Layoutun içində. Növbəti əmrimiz Bricks əmridir. Bu Bricks'in düşən versiyasını biz keçən dərsimizdə keçmişik. Kimin yadındadır, əziz tələbələr? Page Brick demişdik adına, sonra başqa sözlər də demişdim. Kimin yadındadır? Harda keçmişdik biz bu haqda? Kursor dayanan anda vərəqin Aha, insertdə keçmişdik. bölürdü. Bəli, insertdə keçmişdik. Page Brick əmri. Demişdim ki, üzərinə gələndə klaviatura düyməsi göstərmir, amma klaviatura düyməsi var. Hətta kurgulamışdıq dərsdə. Kimin yadındadır? Nə idi klaviatura düyməsi? Ctrl Enter. Sağ ol, təşəkkürlər Jalə. Kim unudubsa, neçəydi ay Allah. 117-ci səhifənin ən aşağısındaydı. Keçən dərs kurgulamışdıq. Ctrl Enter düyməsi. Demişdim, sizə yazın. Yeni səhifəyə məcburi keçid, qəbul sualıdır. Ümid edirəm kimlərsə xatırladı. Oradan düşən versiya elə o keçən dəfə dediyimdir. Yəni, yeni səhifəyə məcburi keçid. Burada isə Bricks'dir, S-i var. Səhifəni də kəsmək olar. Səhifəni even'dan odudur. Even'dan odudur nə idi? Demişdim sizə. Tək və cüt səhifələrə ayırmaq. Even cüt idi, odudur tək idi. Yəni, daha geniş səviyyədə kəsməkdir, amma bizə yenə adisi düşür. Yəni, bizə düşən elə insertin içindəkidir. Page Brick, sadə versiyadır. Elə oradakı yadınızda saxlasanız kifayət eləyir. Sonra, gəlirəm line numbers. Burada yaxşı yerdə axşamladıq. Line numbers. Line numbers nömrələməkdir. Amma nəyi nömrələməkdir? Bir dənə bax, çalsın, nəsə yazın, burada nəsə yazın, burada nəsə yazın. Baxın deməli, line numbersi basıram. Misal üçün, bu formanı seçirəm, nömrələyir. Bunun adına, əziz tələbələr, deyirlər, sətirləri nömrələmək. Bax, diqqətli olun. Word-də nömrələmək çoxdur. İndi bir-bir deyəcəm, qeyd apararsınız. Bunun adına deyirlər, sətirləri nömrələmək. Word-də 3 tür nömrələmə var. Var, sətirləri nömrələmək. Var, abzasları nömrələmək. Bir də var, səhifələri nömrələmək. Hərəsi də bir dərədədir. İndi bir-bir deyərəm, özünüzə qeyd apararsınız. Sətirlər var, abzaslar var, bir də səhifələr var. Kitabınızda istəsəniz 124-cü səhifənin yuxarısına yazın, çatması aşağısına yazarsınız. Ya da dəftərdə aparırsınızsa qeydlərinizi dəftərə apararsınız. Onu artıq siz bilərsiniz. Mən bir-bir deyim, siz də onları qeyd aparın. Çünki hamısı da suallara düşür. Deməli, yenə də deyirəm, var sətirləri nömrələmək, var abzasları nömrələmək, var səhifələri nömrələmək. Əziz tələbələr, gəlin bir-bir deyim, yazın. Qeyd aparırsınızsa zəhmət olmasın. Yazın 1. 3 dənə cümləmiz var. Üçünü də deyim. Birinci, bir qoyub yaza bilərsiniz. Ən çox düşən səhifələri nömrələmək. Yaza bilərsiniz. Səhifələri nömrələmək. Səhifələri nömrələmək. Tire qoyub yaza bilərsiniz. Insert, səhifələri nömrələmək. Insertdə. Ardıcıllıqda düşür. Ona görə yazdırıram. Səhifələri nömrələmək. Insertdə. Yaza bilərsiniz. Insert plus ya da ox işarəsi qoyun. Nətər ürəyiniz istəyir. Insertə giririk.
Oradan lent qrupunu qeyd edirsiniz. Lent qrupumuzun adı header footerdir. Yəqin ki, ekranda görürsünüz. Insert plus header footer ardıcıllıq düşür ona görə. Insertdən giririk header footerə. Deyirəm, yazıb çatdıra bildiniz. Oradan da page numbers. Keçən dərs danışmışdıq bu haqda. Deməli, yazırıq insert, üstə gəl header footer, yəni ox işarəsi daxil olduq. Oradan da page numbers əmrinə. Keçən dərs demişdik. Buna deyirlər səhifələri nömrələmək. Ümid edirəm yaza bildiniz. Hamıya can sağlığı. Insert, oradan header footer, oradan da page numbers. Yəqin ki, tamam. Всё. Aha. Bu səhifələri nömrələmək. Zəhmət olmasa 2 qoyub yazın belə. Abzasları nömrələmək. 2 qoyub yaza bilərsiniz. İnşallah ki, qeydləri hamı aparır. Kim aparmırsa qəbulda qabağına çıxacaq. Ona görə hökmən qeydləri aparın. Nəyə qeyd deyirəmsə, onlar ekstra önəmlidir, vacibdir. İkinci, abzasları nömrələmək. Uşaqlar, abzaslar home'dadır. Yaza bilərsiniz. Home plus paragraf. Home'da paragrafda. Abzasları nömrələmək home'da paragrafdadır. Belə yazın, ardını göstərin. Ardına ehtiyac yoxdur. Abzasları nömrələmək home'da paragraf lent qrupundadır. Home plus paragraf yaza bilərsiniz. Ümid edirəm çatdırırsınız, maksimum yavaş deməyə çalışıram. Home'da paragrafdadır. Ekrana baxın, zəhmət olmasa. Keçən dərs keçmişdik, home'da paragrafda. Bunlar var idi. Bunları icra eləyəndə enter düyməsini basıb icra eləyirik deyə. Enterdə abzası bildirir. Ona görə bunların adına abzasları nömrələmək deyirlər. Keçən dərs keçmişdik, yadınıza gəlir. Bax bu. Home'da paragrafda. Yaza bildiniz. Ümid edirəm, tamam. Sonra 3 qoyub yazaq belə, zəhmət olmasa. Sonuncusu. Yazın ki, sətirləri nömrələmək. Sətirləri nömrələmək. Sətirləri nömrələmək, uşaqlar, 2 yerdədir. İkisini də yazaq, sonra digərini də göstərim. Yaza bilərsiniz. Sətirləri nömrələmək, layout da göz qabağındadır. Bayaq göstərdim də yazdırmıram. Sətirləri nömrələmək, layout və file tablarında yerləşir. İkisini də yazın, göstərim. Sətirləri nömrələmək, layout və file tablarında yerləşir. Layout və file tablarında yerləşir. Layout da buradadır. Bayaq da göstərdim, göz qabağındadır. Line numbers əmri. Layout və filedadır. Yaza bildiniz? Gəlin filedakını da göstərim. Fileda harada olduğunu bilməyinizə gərək yoxdur. O qədər dərin sual düşmür. Prosta sırf kiməsə maraqlıdırsa ürəyində qalmasın deyə göstərim. File'a girirəm. Buradan print əmri var. Bunu da içinə girirəm. Printin içinə girəndə baxın, bir də saniyə zoomun işarəsini buradan götürüm, görə bilərsiniz. Baxın, bəlkə ekranı böyüdüm, görəsiniz, nətər görəsiniz onu. Failin printinin içinə girəndə, görün, burada görürsünüz, aşağıya baxın, px setup əmri var. Görün, bunu görə bilirsiniz. Bu px setup'a daxil olanda, belə bir pəncərə açılır. Bax, həmin o pəncərənin içindədir. Baxın, line numbers. Yəni, dünyanın o başındadır. Bu qədər dərin bilməyinizə ehtiyac yoxdur. Sadəcə bilin ki, failda printdədir. Heç printdə olmadığını da bilməsəniz olar. Yetər ki, bilin ki, faildadır. Prosta kiməsə çox maraqlıdırsa belə göstərdim ki, kimsə ürəyində qalmaz. Hamıya can sağlığı yaza bildiniz. Ümid edirəm, tamam. Yolumuza davam edək. Deməli, abzaslar oldu home'da. Səhifələr oldu insertdə. Sətirlər oldu layoutuna file'da. İnşallah ki, hamı qeydlərimizi çatdırdı və yazdı. İnşallah heç kəs yatmayın. Çalışın Word-də yatmayın. Belə Word-dən belə 450 yapışın. Ekranımı yazan əziz tələbə. Belə niyyətin nədir, məqsədin nədir? Niyə ekranımı yazırsan? İndi yazdıqlarını silə bilərsən. Zəhmət olmasa yazdıqlarını sil. Səhvlənirəmsə Elvin sən yazırsan. Düz görürəmsə. Yaxşı, sən silənmirsən, mən silərəm. Amma ekranımı yazmayın, əziz və dəyərli tələbələr. Can sağlığı. Biz ekranımızı yaza bilirik ki. Necə? Bilmirdim ekranı yaza bilirik. Mən edirəm, bu nədir belə? Hə, nəsə gör xəttər çəksən ekranı bayaqdan sildim.
Üzülürsən. Yox, problem yoxdur. Yolumuza davam edək. Sonra, əziz tələbələr, gəldi hypernition əmri. Hypernition sözünü uzun-uzadı bilməyinizə ehtiyac yoxdur. Onsuz bizim dilimizə görə deyil, ingilislərə görədir. Hypernition bircə dənə sözdən düşür. Onun da adına deyirlər hecalara ayırmaq, hecalara bölmək. Görün, yaza bilirsiniz. Hypernition sözünün mənası. Sözün hecalara ayrılması, hecalara bölünməsi. Elə də yaza bilərsiniz. Daha doğrusu var kitabda. O bayaq neçə idi ay Allah? 7:49 idi deyəsən. 7:49-cu şəklinin elə aşağılarındadır hypernition. Orada qara hərflə görə bilərsiniz. Hecalara bölmək deyib söhbəti bağlaya bilərsiniz. Qeyri-adi və xüsusi sualı yoxdur. Hamıya can sağlığı. İndi isə yuxumuz asobu qaçsın. İndi o bayaqdan dediyim ən çətin qəbul sualına gəlib çıxıram. Əziz tələbələr, keçən dərsdə dedim, bu yanındakı ox işarələrini vuranda açılan pəncərələrə dialoq pəncərələri deyirlər. Yəqin ki, kimlərinsə o sözüm yadındadır. İndi buradan düşən o çətin sual nədir? Əziz tələbələr, hamı ekrana baxsın. Yəqin ki, böyütdüm, hamı görür. Deməli, qəbul sualında yazıb ki, bu page setup'ın, bu dialoq pəncərəsi adlanır. Deyir, page setup'ın dialoq pəncərəsi hansı başlıqlardan ibarətdir? Hansı başlıqlardan? Margins, paper, layout. Heç ağla gəlməyən və çox dərin suallardan biridir. Düzdür, biz onun kursunu sınağına salmışdıq, o vaxt tələbələr düz yazmışdılar. Amma yenə də ən çətin suallardan biridir. Hər tələbə də bunu yadında saxlaya bilmir. Margins, paper, layout. Sualda deyir ki, page setup hansı başlıqlardan təşkil olunub? Margins, paper, layout. Yəni bu başlıqlardan təşkil olunub. Bu Word-ün ən çətin suallarından hesab olunurdu, çünki açıq suala düşmüşdü. Və cavablarda da 5 dənə şey verib, 3-ünü seçirsən, o bir cavablardan da biri də paper yazıb, onun altında da page sözün yazıb. Tələbə də qarışdırır ki, ay Allah, paper idi görəsən, yoxsa page idi. Aləm dəyər bir-birinə. Margins, paper, layout. Ümid edirəm, sual hamıya çatdı. Mən sizə çox inanıram, ona görə zəhmət olmasa. Page setup'ın şəkli deyəsən 7.50-dir. Bir də ona baxın. Elə səhifə 124-də 7.50. Ay sol, ay yaşayın. 7.50. Zəhmət olmasa 7.50-ci şəkildə mən sizə çox güvənirəm. Belə ürəkli-ürəkli. Page setup'ın şəklinin içində bu marginsi, bu paper'ı, bir də layout'u. Belə gözəl-gözəl ürəkdən belə kurgulayın, belə qəşəng-qəşəng bunları, bunu və bunu. Bu üçünü də belə yumurlayın, belə böyük-böyük, belə gözümüz görəcək səviyyədə, belə gözəl-gözəl. Kurgulayandan sonra yanına da böyük hərflərlə qəbul sözünü yazın. Qəbul da yaza bilərsiniz, gözüm görsün də yaza bilərsiniz, gözümə daxil olsun da yaza bilərsiniz, fərq eləməz. Yetər ki, suala düşəndə yazın. Margins, paper, layout. Bax, mülayim formada dedim. Qəbul, vacibdir, önəmlidir, gözümə daxil olsun, gözüm görsün, gördüm. Bu sözlərdən yaza bilərsiniz. Əsl ki, nəsə yazın. Yəqin ki, hamıya can sağlığı. Mülayim dedim, bax, ağır söz demədim. Nəzərə alarsınız. Vacibdir, önəmlidir. Buyurun. Burada page setup'a girmək üçün altda page setup düyməsinə basmışdınız. Onu Əziz unutdum. tələbə, bu deyib buradan. Ekrana bax. Yanında Hə. ox var. Buna Tamam. basıram, açılır. Okay. Ona dialoqu deyirlər. Can sağlığı. Bəli, bəli. Ayso. Ümid edirəm hamı işarələdi. Baxın, nəzərinizdə olsun. 1-2 il əvvəl düşüb axırıncı dəfə. Hər an təkrarlana bilər. Çətin sualdır. Yəni, gözümüz bu sualı görsün. 1 bal da 1 baldır. Kimlərsə 1 bala görə Murova gedir. Kimlərsə 1 bala görə Sədərəyə gedir. Kimlərsə 1 balla pulsuza düşür. Kimlərsə o 1 bala görə pulluya düşür. Yəni, o 1 bal ekstra önəmlidir. Yəni, yola verməyək. Nəysə, yolumuza davam. Yəqin ki, bütün ürək sözlərimi dedim, hamıya tamam. Nəysə, bu page setup'ın dialoq pəncərəsinin içindəkilər çətin deyil. Biraz danışım. Misal üçün, dediyim margins. Margins kənar boşluqlardır. Top yuxarı, bottom aşağı, gəlin yaxınlaşdırım. Sonra left, sol, right, sağ, yəni yuxarıdan, aşağıdan, soldan, sağdan məsafələr qoya bilərsiniz. Yəni, elə bir şey deyil. Bunun içində 2 dənə təzə əmr var. Gəlin onların adını çəkim. Bu qatır, bu əmr. Bir də onun pozisiyası. Uşaqlar, bu söz zilləmə məsafəsi deməkdir. Məncə zilləmə deyəndə hamı bilir. Zilləmə şeydə kitabların tikilən yeri yoxdur. Misal üçün, etiraf eləməyi çox da sevən insan olmasam da, amma etiraf eləyim. Bizim kursun kitablarında məsafəni biz biraz az qoymuşuq. Kitab belə zorla açılır. Çünki zilləmə məsafəsi az olub.
Yəni o cildləmənin məsafəsi. Həm də kitabın səhifələrinin sayı çoxdur deyə cildləməyə də çox girib orada. Cildləmənin məsafəsi. Yəni nə qədər santimetrdən o kitab tikilsin, cildləmə odur da. Bir də var cildləmənin pozisiyası. Kitabları, yəni mövqeyi. Kitabları hansı tərəfdən cildləyirlər? Sol tərəfdən. Bir də aranızda görənlər olar. Bəzi jurnallar, zatlar var, belə yuxarıdan tikilir. Belə aşağıdan yuxarı belə açırıq. Yəqin ki, bildinizdə nə demək istəyirəm. Bəzi dəftərlər filan başından tikilir, belə əlimizlə çevirib açırıq. Və olar, yəni top yuxarıdan. Bu soruşmur sizdən. Sadəcə birinci, bu cildləmənin məsafəsidir. Bu da cildləmənin pozisiyası, yəni mövqeyidir. Burada əsas təzə əmrimiz budur bizim. Sonra paper-istə kağızla bağlı ölçülərə baxır. Kağızın ölçüləri, eni, hündürlüyü, əsas teması budur. Burada bizə önəmli olan bu layout olan hissədən bir dənə temadır. O temada nədir? İndi bu header footer. Əziz tələbələr, keçən dərs bu header footerdən danışmışdıq. Hətta adına kalan titul demişdik. Azərbaycanca adı da möhtəşəm idi. Ümid edirəm kimlərinsə yadına gəlir. Aşağı yuxarı sər lövhə. Yadınızdadır o temalar. Kim mənə deyər? Bəs bu hardaydı? Hansı tabın içindəydi əziz tələbələr? Kimin yadına gəlir? Son. İndi deyirsən saydığınız sayı gördüyüm nə sayır? Deməli, dəyərli tələbələr, baxın. Görün bura nə yazıb? Header footer, okey, möhtəşəm. Different söz nə deməkdir? Fərqlilik, müxtəliflik, düzdürmü? ODD-la even. ODD-la even nədir? Keçmişik. ODD təkdir, even nədir? Cüt səhifələr. Deməli, tək və cüt səhifələrin header footerlərini, yəni kalan titullarını fərqləndirmək üçün bura girirsən page setup'ın içinə. Sonra different first page. Yəni birinci səhifənin yuxarısında misal üçün məntiq söz yazılsın. Digər səhifələrin hamısının başında info sözü yazın. Fərqləndirmək bu deməkdir. Ya da birinci, üçüncü, beşinci səhifələrin başında məntiq sözü təkrarlansın. 2-də, 4-də, 6-da informatika sözü təkrarlansın. Təkcə cüt səhifələrin kalan titullarını. Kalan titul bilirik də hər səhifənin yuxarısında header yazılan yazılar. Onları bir-birindən fərqləndirmək. Deməli, sualda bizi necə çaşdırır? Suallarda diqqətli olun. Sualda sənə desə ki, sənədə header footer, yəni kalan titul demişdik də bunun adına. Kalan titul əlavə etmək hardadır? Deyəcəksən insertdə. Amma sualda sənə desə ki, tək və cüt səhifələrin kalan titullarını fərqləndirmək, bax, fərqləndirmək sözdən fikir verin. O hardadır? Deyəcəksiniz, layoutda page setup'ın içində. Baba, burada. Bir dənə də yerdə var bu. Deməli, harda var? Keçən Bu dərs... faylda deyək ki, printin içində page setup var idi. Yəqin ki, onun içində də eləməliyəm. Onda da okey, amma dim ora qədər getmir. Əsas hara gedir? Deməli, dərsi oxumusunuzsa, header footer əlavə eləyəndə alət tabı meydana gəlir. Mən sizə danışmışdım, tools. Tools nə demək idi? Alət tabı demək idi, düzdürmü? Header footer əlavə eləyəndə header footer'ın alət tabı yaranır. Bax, həmin o alət tabının içində də var. Bax, baxın, different first page, different order even page. Bax, tək və cütü fərqləndirmək. Deməli, bir header footer'ın alət tabındadır. Bir də layout tabındadır. Layout'un page setup'ının içində. İndi mən sizin yaddaşınıza çox inanıram. Bu heç buna şübhəniz olmasın. Amma gedək bir dənə oranı tapaq. Çox yaxşı sualdır. O hardadır? Zəhmət olmasa bir dənə kitabınızda geri qaydın. Şəklin nömrəsi yadımdadır. Səhifəni xatırlamıram amma. 7.36-cı şəkil idi deyəsən. Bu header footer'ın alət tabının şəkli. Bir dənə bir-iki səhifə geri gedin. De olmalıdır. 7.30. Səhifə 120-dədir. 120. Səhifə 120 ya da 121. 120-də? 121-dədir. Aa, 7.32-dir. Əla. 121-ci səhifə. 7.36 yoxsa 38? 37 müəllimə. Buranın şəkli. 38, bəli, 38. 38. El birliyi ilə tapdıq. Afərin bizə. Tamam. Deməli, zəhmət olmasa hamı 121-ci səhifəni açsın kitablarınız. Ümid edirəm ki, hamınızın yanınızdadır. Online'ın ən sevmədiyim tərəfi uşaqları real olaraq görməməkdir ki, kitabı açıblar, yoxsa açmayıblar. Bax, hal-hazırda onu dərk götürüblər. İnanıram ki, açmısınız. 121-ci səhifədə 7.38-ci şəkil. Bu header footer'ın şəkli olmalıdır. Bizdəki məlumatlara görə. Zəhmət olmasa həmin şəkildə different first page və different order even page. Bu iki dənə əmri bir dənə gözəl kruqlayın.
ortadadır. O şəklin də elə ortasındadır. 7.38-ci şəkil. Bu iki dənə əmri gözəl-gözəl quruqlayın. Elə onun altında ağ zolaq var. Həmin o altındakı ağ zolaqdan yazın belə. Bu əmrlər, yəni first page-lə bu order'da even. Yola verməyin, imtahan sualıdır. Bu əmrlər həmçinin layout tabında page setup'da da var. Belə söz yaza bilərsiniz. Bu əmrlər həmçinin layout tabında page setup'ın dialoqunda da var. Lap belə dərin yazmaq istəyirsinizsə yaza bilərsiniz. Layout'da page setup'ın dialoq pəncərəsində də var. Müəllim, bu alət tabu insertdən yaranmışdı da, hə? Əziz Ləman, bu insertdən yaransa da insert hesab olunmur ha, amanın günü. Bu alət tabu hesab olunur. Bəzi tələbələr, onlar insertin içindən yaranır deyə onu insert hesab edirlər. Yox. Bax, gör bunun adına nə yazıb? Header footer tools. Tools nədir əziz tələbə? Alət tabu. Da bunun adına insert deməyəcəksən, ha? Header footer tools deyəcəksən. Müəllimə, siz bayaq dediniz ki, sənədə column title əlavə edilməsi insertdədir. Bəs tək Aha. və cüt column titulun fərqləndirilməsi üçün hara aid oldu? Onu qaçırdım. Ekranda göstərirəm də əziz Jalə. Header footer'ın toolsunda bir də Aha. bizə yazıq. Layout'da, page setup'da. Aha, çox sağ olun müəllimə. Hal-hazırda göstərdiyim modda tək vəziyyət. Ha, çox sağ olun müəllimə. Sən sağ ol. Ümid edirəm hamı qeydlərimizi apardı. Bir daha təkrarlayıram. Header footer. Ona nə deyirlər? Kalan titul. Kalan titul sözü də bilin. Kalan titul rusçasıdır, amma rus dilini özümüzçüləşdirmişik. Ona görə testdə də elə kalan titul yazır, k hərfi ilə. Header footer, kalan titul əlavə etmək desə insertdir. Amma tək və cütü fərqləndirmək və yaxud birinci səhifənin kalan titulunu fərqləndirmək desə, onda söhbət layout'un page setup'ından gedir və yaxud indicə göstərdiyim header footer alət tabından gedir. Ümid edirəm hamı dediklərimi nəsə bir çatdırıb yaza bildi. Yenə də çatdırmadısa, nəsə olmadısa, unutdursa, atacağım səs yazılarında da dönə-dönə orada eşidəcəksiniz. Word qutarında hələ bir dənə səs yazısı hazırlamışam. Siz orada 7 dəqiqədir. Bütün qeydlər, çaşdırıcı suallar var. Darayaqda o da var, narahat olmayın. Nəysə, yolumuza davam edək. Biraz səbirli olaq. Layout'u qutara bilsək, qutaracaq yəni dərsimiz inşallah. Biraz burada ürək sözlərim çoxdur. İndi gələk, paragraf length qrupu. Əziz və dəyərli tələbələr, kim deyər? Bu paragraf length qrupu harda var idi? Biz onu harda keçmişdik? Home'da. Sol, Home'da. Deməli, əziz və dəyərli tələbə. Sənə sual düşür ki, birinci açıq sual. Deyir, paragraf length qrupu harda var? Deyirsən, layout'da var. Bir də keçən dərs keçmişik, Home'da var. Yəqin ki, tamam. Sonra ikincisi, sizə şəkilli sual düşür. Buranın şəklini verir, deyir, bu hansı tabın içindədir? Ya da buranın şəklini verir, deyir, bu hansındadır? Əziz tələbə, Lord dildə isə belə yad saxlaya bilərsiniz. Home'un içində olan şəkil daha zəngindir. Və burada bizim məşhur bir işarəmiz var. Bu nə işarəsi idi? Paragraf işarəsi, abzas işarəsi. Məşhur işarəmiz var. Amma layout'un paragrafı, Lord dildə desəm, daha kasıbdır. Layout'un paragrafında bir sağ-sol boşluqlar var. Bir də abzaslar arası məsafə var. Yəni, bu dialoq pəncərələri eynidir, amma özləri kasıbdır. Amma Home'un paragrafı, maşallah, yoxdur. Və ən vacib də burada bizə bu pi işarəsi, bu paragraf işarəsi bizə belə əl eləyir, salam eləyir. Yəni, bununki daha zəngindir. Şəkil olaraq da yadınızda saxlayın. Amma dediyim kimi, açıq sual olaraq da düşür ki, paragraf length qrupu harda var? Deyirsən, Home'da, bir də layout'da var. Bunu yazdırmağımıza ehtiyac yoxdur, çünki kitaba mən o cümləni qoymuşam. İndi xatırlamaq ki, o cümləni mən hara qoymuşam. 124-də idik bayaq, sonra 125-də 6. 125'te. Aha, təşəkkürlər. 125-də altda dedilər uşaqlar, görə bilərsiniz. Yəqin ki, yazmışam ki, paragraf length qrupu Home'da keçmişik, ya da Home'da baxmışıq. Nəsə elə bir sözü yazmalıydım kitaba. Tanış olmuşuq. Tanış olmuşuq. Nə möhtəşəm cümlə yazmışıq. Əla. Deməli, orada onu işarələyə bilərsiniz. Əgər tapmadınızsa özünüzü yormursunuz. Bizə cümlə yazırsınız ki, paragraf Home'da da var, layout'da da var. Home'da da var, layout'da da var. Layout'da da var, Home'da da var. Bu qədər basit. İnşallah yazdıq. Ya da gördük, xətt çəkdik. Görüb xətt çəkənlər yadına qəbul yaza bilər. Qəbul sualıdır. Əziz tələbələr, gəldik burasına. Hal-hazırda bu hissə passivdir. Uşaqlar, neyniyək ki, aktiv olsun? Bəlkə bir fikri olanlar. Şəkil Neyniyək? əlavə edilir. Şəkil əlavə eləyir. Düzdür, yaxşı sualdır.
Yaxşı fikirdir daha doğrusu. Şəkil ya da fiqur əlavə eləyə bilərsiniz. Yəni sizə bir ürək fiquru yaradaq. Bir dənə də qırmızı rəng qoyaq. Aha. Burasına da yazaq. Online tələbələr. Aha. Deməli, fiquru seçən kimi həmin bu hissələr aktiv oldu. Gördüyünüz kimi. İndi başlayaq. Birinci gəlir position. Position sözünün mənası mövqe deməkdir. Baxın, fiqurun o sözə görə mövqeyi. Baxın, oldu belə. Mövqeyi. Sonra var wrap text. Bu isə yazının şəklə görə mövqeyidir. Yəni yazı o fiqurun və görürsüz hərəkət eləyir. Arxasından mı dursun, önündən mi dursun, onu nizamlaya bilərsiniz. Baxın, düşdü önünə. Bax, sonra deməyin ki, sizə ürək yaratmadım. Yəni, belə qoya bilərsiniz. Sonra var forward və backward. Forward'ı yəqin ki, futbola baxanlar, futbol azarkeşləri daha yaxşı bilər. Forward kimlər idi futbolda? Oğlanlar da. Aha, hücumçular, düzdürmü? Forwarddan backwardın mənası nədir? Əgər siz çoxlu şəkil və ya fiqur qoymusunuzsa, hansı öndə olsun, hansı arxada olsun, yəni onu nizamlaya bilərsiniz. Belə çox da qeyri-adi sualı yoxdur. İndi gəlirəm əsas temalardan birinə. Selection pane, əziz tələbələr. Bunu vuranda sağ tərəfdən belə bir pəncərə açılır. Və görün bizi burada nə qarşılayır? Hide all. Nə gözəl. Hide nə idi professorlar? Gizlətmək. Gizlətmək. Aha, indi hide all. Görəsən bu nəyi gizlədir? Kim nə deyə bilər? Kimin nə fikri var? Müəllim Hide hamısını all. gizlədir. Yaxşı, Hamısını. əziz tələbə, hamısını gizlədir. Bax, Yəqin aha, nə gizləndi? Filmişi gizlədəcəkdir. seçdiyimiz Yo, seçməklə əlaqəsi yoxdur, əziz və dəyərli tələbə. All yazıb, amma gizlədir. Uşaqlar, şəkil və fiqurların hamısını gizlədir. Mətni gizlətmir. Bax, qaytardım. Bax, gizlətdim. All sözünə takılmayın. Şəkil və fiqurların hamısını gizlədir. Mətni gizlətmir. Mətni gizlətməkdən biz danışmışdıq. Bu şəkil və fiqurların hamısını gizlədir. Mətni yox. Təzədən də show eləyib qaytara bilərsiniz. Yaxşı, kim mənə deyər? Bu əmr başqa bir yerdə də var idi. Bəlkə kimdisə yadına gəlir. Home'un font dialoq pəncərəsində. Yo, fontun dialoqundan mətni gizlədirlər. Home'dadır, amma başqa yerdə. Aha. Editingdə deyildi. Editing. Sol. Editingdə harda? Biraz da səni zorlasaq. Orada da selection içində deyək. Aha. Bəli, selectin içində. Selection pane. Burada da atılır. Aha. Nə gözəl. Mən sizin yaddaşınıza yenə də inanıram. Şübhəm yoxdur. Amma ancaq, lakin gəlin qeyd aparaq. İndi hara aparaq? Bir də saniyə. 124-də idik. Sonra 125-ə gəldik. 126-ya gedirik. Yəqin ki. 126-nın yuxarılarına doğru selection pane olmalıdır. Yuxarıdan baxın. Yəni məntiqlə orada olar. Yəqin ki. Bring forward'ın aşağısında. Aha. 126-da da düz demişəm yerin. Bəli. Zəhmət olmasa o selection pane'i bir dənə işarələyin. Kitabda yer yoxdur, amma siz bacararsınız. Selection pane'i işarələyib, oxla yuxarıya çıxın. Selection pane'in altına yazmayın. Altındakı yer rezervdir. Ora birazdan başqa şey yazacaq. Yuxarısına çıxın. Selection pane'i kurgulayın, qalxın yuxarı hissəyə. Ora 2 dənə cümlə yerləşdirin o kitabın başına. Aha, yazın belə. Buradan, yəni selection pane'in içindən, buradan, buradan sənəddə olan obyektləri gizlətmək olur. Buradan sənəddə olan obyektləri gizlətmək olar. Buradan sənəddə olan obyektləri gizlətmək olar. Yəqin ki, yada bildiniz. Əziz tələbələr, obyekt deyəndə şəkil və fiqurlar nəzərdə tutulur. Prosta testdə obyekt yazır deyə də mən də elə yazdırdım. Buradan sənəddə olan obyektləri gizlətmək olur. Yəni, şəkil və fiqurlar. Yaza bildiniz. Bir dənə də cümlə yazaq. İnşallah ki, yerləşdirərsiniz. Bir dənə də cümlə yazın belə. Bu əmr həmçinin, yəni selection pane əmri, bu əmr həmçinin Home'da, Home tabında, editingdə də var. Home'da, editingdə də var.
Bu əmr həmçinin Home-da, Editing-də də var. Əziz Firuz, səhifə 126-nı açıqdır. Bir dənə 126-nı aç. 126-nın ən yuxarısında, yuxarıdan bir damcı aşağı düşən kimi Selection Pane əmrini görəcəksən. Görürsən? Tapa bildin? Bir hərdən yoxdan, bir işarədən zaddan ver. Bəli, müəllim, tapdım. Aso. İndi onu bir dənə kuruqla. Ox qoy qalx səhifənin başına. 126-nın başına. Ağ yerə. Onu da qalxdınsa, oradan yaz ki, buradan, yəni Selection Pane-dən sənəddə olan obyektləri gizlətmək olur. Sizi çox yora bilərəm, prosta başqa şansım yoxdur. Yoxsa beyniniz qarışacaq, ya da bir dənəsini düz yazacaqsınız, o bir tərəfini səhv yazacaqsınız, əziyyət də boşa gedəcək. Buradan sənəddə olan obyektləri gizlətmək olur. Deyirəm, yaza bildin. Bir dənə də yazırsan ki, bu həmçinin, yəni bu işimiz həmçinin Home-da Editing lent qrupunda da var. Home-da Editing-də də var. Bax, girdiyə Select-in içinə Selection Pane. Home-da Editing-də var yazsan bəsdir. Zaten Select sözündən tutmaq olur. Müəllim. Bəli, qardaş. Müəllim, bir də hidden var idi. O gizlədirdi sözü. O harda idi? O fontun dialoqundaydı. Bu da fontun dialoqundaydı. Bax, burada. O mətni gizlətmək idi, qardaş. Aha, bunlardakı obyektləri gizlədir. Bəli, əziz tələbə. Hə, təşəkkürlər. Tamam. Beyninin qarışmaması üçün atacağım və yaxud atdığım mahnılar bilsən də mənim repertuarım. Repertuarımı tez-tez dinlə. Yol gedərkən, evdə yemək yeyərkən, qızlar təmizlik işləri görərkən, nəsə də option. Siz çalışın, hər an mənə qulaq asın. Müəllim, vaxt yoxdur təmizlik işi falan görməyə. Yaxşı, yemək məncə yeyirik hamımız. Hamı yemək yeyəndə asır qoyur, kinoya baxır ya da seriala baxır. O kino və serialdansa mən daha önəmli insanam. Mənim səslərimi dinləyə-dinləyə yeməyi yesən, yemək həm çox ləzzətli olacaq, həm də çox belə yaxşı həzm olunacaq, həm də belə yaxşı olacaq da, yəni belə ümumən hər şey yaxşı olacaq. Nəysə, bu gün çox sadəyəm. Xəstəliyimin şeyindən də fikir verməyin. Nəysə, yəqin ki, hamıya can sağlığı. Yolumuza davam. İnşallah bu layoutu qutarsam, əla olacaq hər şey. Az qalmışam. Birazca da səbir, birazca da dözək. Ürəyim çox doludur layoutda. Başqa çarəm yoxdur. Çünki ən çətin sualları buradadır. Hepsi sizin üçün. Nəsə, çatdakı yoldaşlar da deyərsən həyəcanlandılar. Yemək yeyəndə əsəb olursan. Yox, yemək yeyəndə əsəb olma. Telə baxanda əsəb olursan. Əziz tələbə, telefona baxma da. Sən qoy telefon orada. Mənim səslərim oxusun, sən də dinləyə-dinləyə, yavaş-yavaş ye. Olar elə, zəhmət olmasa. Nəysə, yolumuza davam. Çox sağ ol, əziz tələbə. İndi gələk. Deməli, align əmri. Bundan qutarıram. Qeydimiz hələ ki qutarır. Əslində olan. Align əmrinin mənası düzləndirmək deməkdir. Okey, çox gözəl, çox mübarək. Amma buradan düşən başqa bir sual var. O da yoxdur. Öncə göstərim, sonra yazdırım sizin üçün. Bir də saniyə, masum nəsə xoşbəxt oldu. Seçmir, yox seçmirsən. Bir də saniyə göstərməyə çalışıram. Aha, nəysə, yox, belə göstərək. Gəlirəm align-ın içinə. Align düzləndirməkdir, amma burada başqa söz bizə önəmlidir. Bax, bu sözə baxın, zəhmət olmasa. Görün, ekranı görürsünüz. View grid lines. Bəlkə kimsə bilər. Tor xətti. Aha, yaxşı, maşallah sizə. Bəli, grid lines. Grid lines sözünün mənası tor xətti deməkdir. Azərbaycan xalqının dili ilə desəm, bunu basıram, baxın. Riyaziyyat dəftəri, əziz tələbələr. Elə bilin ki, Word-ün içinə bir riyaziyyat dəftəri qoydu. Yəqin ki, gördünüz. Azərbaycan dilinə tərcümə ediləndə çox qəribə səslənir. Razıyam, əziz tələbə, amma başqa çarəmiz yoxdur. Deyə bilərik. İngiliscə yazılır orada testlərdə, yəni qəbulda da. Yazır, hə. Və tələbələrə deyirəm ki, imkanınız varsa elə ingilis dilinə yadda saxlayın. Məncə də yəni. Azərbaycancası belə başqa leveldir. Köhnədən var idi, Dilmaz proqramı. Elə bir gedib Dilmazda tərcümələyiblər də, yəni belə vəziyyət yaxşıdır. Nəysə. Deməli, view grid lines. Bizə düşən əmr budur. Buna deyəcək tor xətləri. Toy yox ha, uşaqlar, tor. Birdən kimsə toy zad xəyal eləyər. Toy yox, tor. R. Deməli, riyaziyyat dəftəri. Və buradan bizə düşən əmr budur. Bu da orada görməyəcəksiniz. Ona görə qeyd aparmaq lazımdır. Hə, indi hara aparaq o qeydi? Bircə saniyə
Elə 126-dayıq da, düzdürmü? 126-da bir də align-ı tapın. Selection pane-in düz altında olmalıdır. Tapa bildiniz. O align olan yerdə align-ın nətər idi, yadımda qalmışdı. Align-ın elə bir şey, yanında bir dənə ağ zolaq var orada. Yuxarısı da, aşağısında da belə 2 dənə ağ zolaq var. Əgər o ağ zolaqları doldurmamısınızsa, o 2 dənə ağ zolaqdan 2 dənə cümlə yaza bilərik. Doldurmusunuzsa, heç nə, align-ı işarələyin. Gedin oxunan səhifənin aşağısına oradan yazın. Mən sizə bu qədər yol göstərə bilərəm. Başqa da nə deyim? Nəsə də yer yaradın yazın. Özünüzdən orada yer yaradın. Doldurmuşsan, neyiniyim ay tələbə? Heç də yer tap yaz. Mən deyim. Deməli, başladıq. Yazaq belə. 127 keçdim. Necə? 127-ci səhifəyə keçdim. 126-da yer Yeter ki, qalmadı. oxlarla qoy. Əsas odur ki, belə də. Nəsə yaparsınız siz. Mən sizə güvənim. Deməli, yazaq belə. Buradan, yəni bu align-ın içində. Buradan, yəni bu allegion-ın içində. Sənədə, sənədə tor xətləri əlavə etmək olur. Tor, tor xətləri əlavə etmək olur. Zəhmət olmasa tor xətləri sözünün ingiliscəsində yazır. Birdən taklarsınız. Tor xətləri əlavə etmək olur. Yəni grid line sözü. Buradan sənədə tor xətləri də əlavə etmək olur. Yəqin ki, yaza bilirsiniz. Sağlığı. Son cümlə. Yazın belə. Tor xətləri əmri, yəni bu əmr, tor xətləri əmri, həmçinin, yəni bu grid lines əmri, həmçinin, inşallah ki, yer tapmağı bacardınız, həmçinin, view tabında da var. View. Ekranda göstərir. View tabında da var. Tor xətləri əmri, həmçinin, view tabında da var. Yaza bildiniz uşaqlar. View tabında da var. Nəsə olsa deyil. Can sağlığı. Narahat olmayın. View-nu keçəndə yazdıracağım ki, layout-da da var. Məna var. Axır bir yerdən yadınızda qalacaq. Hamiyə can sağlığı. Müəllim, dərs bitdi. Yo, əziz tələbə, hələ indi başlamışıq ki. Dərs bitmədi hələ, yox. Bir dənə də tabım var. Onu da keçəcəm, amma orada sizə sevindirəcəm. O belə 5-6 dəqiqəlik vaxtımızı alacaq. Qorxmayın. Belə dərsimizin ana xətti bitib. İndi isə sizi sevindirmək xəttinə gəlirəm. Aha. Bir dənə də tabımız var. Referens tabı. Amma qorxmayın. Referens tabını bir dənə cümlə, 2 dənə cümlə, 3 dənə, 4, 5, 6, 7. 7 dənə cümlə ilə öyrənəcəyik. Və referens tabının içində mən nələri deyirəmsə, onları işarələyəcəksiniz, öyrənəcəksiniz, başqa heç nə də öyrənməyəcəksiniz. Qorxmayın, Word-ün canı artıq qutarıb da. Başlayaq. Referens tabını 6-7 cümlə ilə öyrənirik. Çünki referens tabı detallı formada düşmür, qrup düşür. Bu qrup nə işi görür, bu qrup nə işi görür. Hərəni bir dənə sözlə. Toplam 7 dənə cümlə deyəcəm sizə. O dediyim 7 dənə cümləni oxuyub, qalan heç nəyi oxumağınıza gərək yoxdur. Söhbət imeynli referens üçün gedir, digərləri üçün yox. Səhifə yadımdan çıxdı. Referens neçədə başlayır? Mənim bir dənə dəstək olun. 126. Aha, təşəkkürlər. Çox sağ olun, var olun. 126-cı səhifədə 127-də başlayır axı. necə qadası? 127-də başlamalı deyil. 126-da başlayır. 7.10-cu paragraf. Hə, vallah, mənim kitabım yoxdur. Normal kitabın səhifələrini əzbər bilirəm. Prosta burada səhifələr beynim qarışır. 127-də research-dür. Hə, nə bilim. Nəsə 126 Allah xeyir versin. Gözləyin, mən məntiqimi işə salım. Biz bayaq 125-ə yazırdıq selection pane-imiz adı. Reference. Hə, 126-dadır. Tamam, Allah xeyir versin. Deməli, referens tabı 7.10-cu paragraf. Bəli. Aha. Deməli, başlayaq. Referens tabı başlayan kimi birinci lent qrupu. Birinci lent qrupumuzun adı Table of Content'dir. Bizə sadəcə lent qrupunun ümumi işini bilmək lazımdır. Table of Content olan şəklə baxırıq və onun gördüyü işi bir dənə sözdən öyrənirik. Bunun gördüyü işi isə açar söz olaraq mündəricaq sözüdür. Orada o sözü kurğulayırıq və salam.
Əziz tələbə, testdə yazır. Mündəricat yaratmaq, mündəricatı yeniləmək, mündəricatı nə bilim neynəmək. Canın sağ olsun. Mündəricat gördünsə, ağlığa bura gəlsin. Yəni, table of content. Bunun şəkli, özü, hər şey. Bunun bircə dənə açar sözü var, o da mündəricatdır. Bir də klaviatura düyməsini bilin. 2019-da düşüb ən son, ya da 2020-də idi deyəsən, F9 düyməsi. Və salam. Yəni, bu lent qrupunu bircə dənə sözlə mündəricat yaradır. Mündəricatı neynir? Fərq eləməz, F9. Söhbət bağlandı. Görün, hamiyə can sağlığı. Görüb işarə eləyə bildinizsə, və salam. Yolumuza davam edə bilərik. Yəni, durumu odur. Ümid edirəm, hamiyə tamam. Orta vəziyyət yoxdur bunun. Nəysə, ortasını gətirəm mən. Çox böyütdüm. Nəysə, yolumuza davam. Sonra gələk. Footnote. Bunun nə olduğunu özünüz üçün göstərəcəm. Çünki gələcəkdə dissertasiyada filan ola bilər ki, haralardasa lazımınız olar. Amma birinci oradakı vəziyyətin deyək, düyməsinə də adına ehtiyac yoxdur. Footnote lent qrupu. Footnote sözünün açar sözü testlər cəhətdən istinad sözüdür. Testdə yazır ki, hər səhifə sonluğunda istinad vermək üçün. O istinad sözünü tapıb qurğulasaq kifayətdir. Footnote-un elə tərcüməsi istinad deməkdir. Onu yazıb işarələsək kifayət edir. İstinad vermək. İndi gəlin mənasını sizə göstərək, özünüz üçün bilin. Bunun mənası nədir? Nəsə, adət ənənəmə sadiq qalar. Yazıram info. Insert footnote-a basan kimi bir dənə baxın zəhmət olmasa. Bizi atacaq səhifənin aşağısına. Gəlirəm səhifənin aşağısına. Bax, görün, görürsünüz. İndi deyir ki, burada onun izahını ver. Siz bunu görmüsünüz. Bəzi universitet kitablarında, bəzi ədəbiyyat kitablarında hansısa bir sözü verir, dialekt mənşəli sözü. Gedir aşağıdan onun izahını yazır. Kimlərsə görmüş olar. İndi mən də info sözünün izahını yazıram. Mən də yazıram ki, başqa yolu yoxdur. Gözləyin, imzamı da çəkim sizin üçün. Sonra göstərim. İmzamı da çəkim. Bir də saniyə. İmzam da buradadır. Aha. Baxın, izahını yazdı. İndi qalxıb yuxarıda sizə göstərəcəm. Bir də saniyə. Aha. Bunu buraxaq. İndi ekrana baxın, zəhmət olmasa. Buyurun, baxın. Böyüdüm, görəsiz. Bu da info sözünün izahı. Ümid edirəm, hamının yadında qalır. Özünüzə skrin eləyib, dərs oxuya bilməyəndə açıb baxıb nə eləmək olduğunuzu yada sala bilərsiniz. Yəqin ki, hamı nə dediyimi anladı. Mən sizə inanıram, başqa yolu yoxdur. Azərbaycan dili kitablarında, ədəbiyyat kitablarında hansısa sözün izahını vermək üçün istifadə edirlər. Mənası bundan ibarətdir. Yəqin ki, hamiyə can sağlıq. Biz dizaynla draw tabına keçdik, yoxsa gələn dəfə üçün idi? Necə yəni? Bayaq keçmədiyim əziz tələbə. Dizayn tabına keçdik, amma draw yadımdan çıxdı. Dedimi, draw'unu bir cümlə ilə yazdırıram. Kimin kitabında da yoxdur, hər ehtimalla bir dənə söz deyirəm. Odur, əziz tələbə. Tamam. Tamam. Yaxşıdan Nərmin. Yaxşı ol. O qədər şey var ki, əzbərləmək Yox, həyat indi yaxşı olar. Olur da bəzən. Bax, sizin tətiliniz olacaq. Tətil deyəndə bunun kursa aidiyyatı yoxdur. Yəni işə gedirsinizsə ya da universitetə gedirsinizsə, işiniz və universitetiniz olmayacaq. Amma biz işləyirik. Nəysə. Yəni şeydir, bol-bol Word oxuyarsınız. Daha sizə nə olsun. Nəysə, yolumuza davam. Sonra, search. Search-ün mənası axtarışdır. Research də deyirlər onun adına, search də deyirlər. Amma internet üzərindən axtarış. Yəni, sənətdə find mənasında yox. Ümumi axtarış gedir. Nəsə fırlanır burada. Boş verək. Axtarış deyib söhbəti bağlaya bilərsiniz. Sonra, gəldim bura. Buranı da kitabda tapaq. 126-da idiqsa 127-nin yuxarısında olacaq. Citation and bibliografi. Bunu da bircə dənə cümlə ilə. Mən necə deyirəmsə elə öyrənim, bəsdir. Citation and bibliografi opşi şəkil olaraq düşür və sualda da belə yazır. Sənətdə istifadə olunan kitabların, jurnalların mənbəyin göstərmək.
mənbə siyahısını göstərmək. Bax, belə bir söz görəcəksiniz oralarda. Kitabların, jurnalların mənbəyini göstərmək. Bir neçə temadan tutmaq olar. Citation sözündən tutmaq olar, stat gətirmək. Bu ədəbiyyat kitabları yazanda ədəbiyyat siyahısında filan hansı kitablardan istifadə olunduqlarını yazırlar. Stat gətirirlər. Oradan tuta bilərsiniz. Və yaxud mənbə sözündən tuta bilərsiniz. Və yaxud bibliografi sözündən tuta bilərsiniz. Bibliografi Ruscada biblioteka, kitabxanalar sözü deməkdir. Oradan da tuta bilərsiniz. Yəni, kitabın, jurnalın mənbəyini göstərmək. Sözü tapmırsınızsa özünüz işarələyib yaza bilərsiniz. Söhbət qutardı. Əlavə nəsə öyrənmənizə ehtiyac yoxdur. Sonra, caption length qrupu. Bunu da bircə dənə sözlə biləcək. Şəkil nömrəsi bilmirəm neçədir. Səhifə 127-dədir yəqin ki. 7.60. Sol, 7.60. 7.60-cı şəklin sol tərəfidir deyəsən. Baxsaz, orada yazılıb caption length qrupu, qara hərflə. İndi o qara hərfin düz altında mən dediyim cümləni görəcəksiniz. Yaza bilərsiniz belə. Sənəddə olan, daha doğrusu yaza bilərsiniz deyəndə orada yazılıb. Sənəddə olan cədvəllərin, diaqramların, şəkillərin, fiqurların adlandırılması. Nəsə elə bir söz görəcəksiniz. Sənəddə olan şəkillərin, fiqurların, diaqramların adlandırılması. Caption başlıq deməkdir, adlandırma deməkdir. O sözü bilin, ardına ehtiyac yoxdur. Aha, indi zəhmət olmasa 7.60 dedi deyəsən tələbə. 7.60-cı şəkil. Həmin o şəkildə bu əmri işarəliyin cross-reference əmri. Ekranda görsün yəqin ki. Keçən dərs demişdim. Harada demişdik ya uşaqlar? Karpaz istinad ediyordu. Home'da Hardaydı o? editingdə qoltuqda. Home'da da öyleydi. Hardaydı o? Insert'teydi, insert'te. Insert'in harasına kadar? Açdım da zaten. Linkin içində. Bu deyil burada. Okey. Mən sizə inanıram. Cross referensi işarələyin və yanından ox qoyub yazın ki, bu əmr həmçinin insertdə var. Bu deyil burada. Bu əmr həmçinin insertdə var. Sadəcə olaraq yaza bilərsiniz. Bu əmr həmçinin insertdə var. Biz bunların lent qruplarına qədər bilməliyik də, düzdür? Bəli, Nərmin xanım. Amma referensdə yoxdur, əlbəttə ki, referens belə ümumi düşür, dediyim kimi. Zaten qrup düşür referens, amma o birlər üçün bəli. Onu asan da öyrənmək üçün, bilmirəm qrup atdığım SMS-lərə baxırsınız ya yox, sizə qrupa Word-ün lent tablarının şəklini atmışam, kəsilmiş formada. Onu çıxartdırmaq lazımdır, özə rəngli çıxartdırın. Üstünüzdə bilmədiyinizləri yazın, qeyd aparın və həmişə də onu üstünüzdə gəzdirin. O zaman onu hər dəfə baxa-baxa rahat yadda saxlayacaqsınız. Yəni, ən rahat yolu odur. Çünki həmişə kitaba da baxmaq olmur, kompüterə də baxmaq olmur. Amma o Word-ün tabları 2 dənə səhifədir, kəsib atmışam qrupunuza. Görməmisinizsə bir də atarım. Bilmirəm, inşallah ki, SMS-lərimə baxırsınız qrupa yazanda. Oradan görə bilərsiniz. Görmüşəm müəllim, çıxartdıracağam. Aciz olun. Biraz tez çıxartdırın. Və imkan dairəsində rəngli çıxartdırın. Akkara çıxartmaq 10 qəpikdir, rəngli çıxartmaq 20 qəpikdir. Məncə hamımızın imkanı çatar. Onu çıxartdırın, çətin yerləri orada qeyd aparın. Öyrənə-öyrənə özünüz üçün orada qeydlər aparın və nəticədə Word-ü özünüz üçün bir növ konspektləşdirin onun üstündə və həmişə də onu öz üstünüzdə gəzdirin. Gedin, gəlin, bir ona baxın, bir gözü dolusu ona baxın, yavaş-yavaş yadınızda qalır. Başqa çarəmiz yoxdur. Amma öyrənəcəyik, başqa yolumuz da yoxdur. Yəqin ki, can sağlıq. Qaldı 2 dənəsi. Desəz ki, müəllim, bu 2 dənə nə vaxt düşür? Vallahi heç vaxt. Desəz nə vaxt düşəcək? 90% heç vaxt. Amma yenə bir dənə sözdən deyək, özümüz bir dənə cümlə ilə salmışıq. İndeks. İndeksin bircə dənə açar sözü var. O da siyahı sözüdür. İndi mən deyim, oralarda tapın. Sənəddə istifadə olunan ya sözlərin siyahısı, ya söz birləşmələrinin siyahısı, ya göstəricilər siyahısı. Görün orada hansı var? Siyahı. Sənəddə istifadə olunan sözlərin, söz birləşmələrinin və yaxud göstəricilər siyahısı. Bir sözlə siyahı deyib söhbəti bağlayın. Ümid edirəm tapa bilirsiniz. Sənəddə istifadə olunan sözlərin siyahısı, söz birləşmələrinin siyahısı və yaxud göstəricilər siyahısı. Və nəhayət gəlib çıxdım sona. Table of authors. Bu da bircə dənə sözlə düşür. Bunun adına müəllif qısaltmaları deyirlər ya da termin olaraq
Abreviatura sözü deyirlər. Abreviatura sözünün mənası müəllif qısaltmaları deməkdir. Bunu hamınız bilirsiniz. Gündəlik həyatda, misal üçün deyirik BDU, Bakı Dövlət Universiteti, nə bilim ATPU, nə bilim AZMİU, nə bilim UNIK və s. və s. AMİA, hamı bildi də yəqin ki, nə demək istəyirəm. Abreviatura, müəllif qısaltmaları. Onu buradan yaradırlar. Yəni bir sözlə abreviatura, müəllif qısaltmaları görün orada hansı var? Abreviatura sözü məncə var orada. Orada misal da çəkmişdik. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi nəsə elə bir şey misal çəkmişdik orada. Görə bilərsiniz. Yəni qısaltmalar mənası odur. Nə düyməsi, nə qeyri-adi sualı adı yoxdur. Belə qısaca mən deyən kimi bilin kifayət eləyər. Yenə də deyirəm, digər tablar üçün demirəm, amma referens tabı üçün mən sizə nə dedimsə, nə işarə etdimsə sadəcə onları oxuyun. Qalan tablarda maksimum toxunuram əsas yerlərə, amma ola bilər ki 10% qalır. Amma bu tabın içində elə nə var idisə də, nə lazım idisə də ona toxundu. Hamıya can sağlığı. Deməli belə. Gəlin, indi isə qurtardıq bugün keçəcəklərim. Amma ev tapşırığını yazın, ondan sonra testlərə baxaq. Sonra axıra qalmasın. Düzdür, qrupa yazın yenə də hər ehtimal canlı deyək. Mən bəzən SMS-lərə baxmağa gec tapdırdım. Ona görə nəsə kimsə nəsə olar. Deməli, buradan yazıram siz. Əziz tələbələr, bizim orada bir saniyə 7.4-cü paragrafımız qalıb. Əslində ki, səvədə demişdim ki, vaxtı olanlar baxsın. Bilmirəm, baxmısınız ya yox. Amma bu dəfə o paragrafı verirəm. Çünki düymələrdir, onları əzbərləmək lazımdır. Belə dərsdə deyə biləcəyim bir şey yoxdur. Qrafalar şəklində əzbər. Dərs olaraq 7.8, 7.9, bir də ən son keçdiyimiz 7.10 referens, yəni bir cümləlik dərs. Bunlar. Bir də test olaraq bu dəfə 90 dənə vermişdim deyəsən, onu 150-yə tamamlamaq. 90 dənə vermişdim mən uşaqlar, yoxsa? İndi bilmirəm, eləməmsiniz. Hə, o 90 dənəni 150-yə tamamlamaq. İndi o 90 dənədən də yəqin ki, bir 50 dənəsinə baxacam, hamısına baxmayacam. Bütün qruplarda az baxmışam, keçmədiklərimiz var idi deyə. Ardın tamamlayacaqsınız 150-yə, gələn dəfə 150-yə qədər baxacam. İndi isə bu... İlk 50'sini yazabildim ya onu. Olsun. Söz soruşa bilərəm. Onsuz da elə ilk 50-sinə baxacam indi. Buyurun qadas. Buyur Aytəş, soruş. Windows'un versiyalarında, məsəl üçün, indi biz 2019-a baxırıq da, tutaq ki, atıram 2024-də. Onların o klaviatura düymələri də fərqli olur, yoxsa eyni qalır? Aytəş, ödənməyənlər var. Beynin qarışa bilər. Yerində olsa... Hə, elə ona görə dedim ki, bir mən elə bil oxuduqca yoxluyurdum ki, o göz yaddaşımla qalsın. Gördüm ki, eləyə bilmirəm. Dedim, görəsən o fərq, versiya fərqinə görədir. Bayağı var. Nələrdə xüsusi var. Belə deyək, kitabdan yoxladığı yoxla. Amma nəsə ödənməyəndə beynin qarışmasında, yəni şeyləmə. Tamam. Qaşdırma özü. Oldu. Tamam. Çox sağ olun. Sən sağ ol, qadas. Buyurun, əziz tələbələr. İlk 50 dənənin sualına baxacam. Gələn dəfə ardına baxacam, çünki gələn dəfə vaxtımız çox olacaq. Onca ilk 50-yə baxım, həm də 60-dan üzə o tərəfə keçmədiyimiz çoxdur. Sadəcə bir 90 dənə vermişdim ki, heç olmasa 50-sini yazasınız. İndi buyurun, ilk 50 dənədən suallarınızı yazın zəhmət olmasa. İlk sual 26 görürəm, 7 görürəm. Onda mən 7-dən başlayayım. Tamam. İlk 50 dənədən suallarınızı yazın. 7-ci sual. Deyir, page numbers əmrinin 3 nömrəli əmrinin təyinatı. Bax, Firuz, gör, 3 nömrəli əmrdə hansı sözü görürsən? Gör, bura nə yazılır? Margins. Bax, bayaq qadası dərsləydinsə, mən dedim, margin sözünün açar sözü, kurğuladıq. Kənar boşluqlar sözü. Yadında qaldı ya yox. Margins görəndə tabların içində kənar boşluq sözünü axtar. Səhifə neçədə kurğuladıq, ay Allah. Biz harada kurğuladıq? 124-ün yuxarısına bax, orada bayaq kurğuladıq. Kənar boşluq, margins. Bilmirəm, sən də kurğuladın ya yox. Bəli, mən kurğulamışdım. Margins. Margins gördünüzsə, kənar boşluq içərisində ağla vəziyyətdən çıxacaqsın. Və salam. Sonra 7-dən sonra 6-cı sual yaxşı. Bir də 11 var idi zəhmət. Tamam, bir dənə 6-ya baxım, qaydıram. Deməli, 6-cı sual. 6 bilsən, sən nə demək istəyir? Deyir ki, mətni seçmisən.
Deyir, burada hansı əməliyyatı yerinə yetirmək olmaz? Qadası, mətni seçirlər ki, böyük yazalar, kiçik yazalar, altından xətt çəkələr, üstündən xətt çəkələr, rəng verələr, effekt verələr və s. Amma Y bəndində yazıb ki, şəkil yerləşdirmək. Mətnə şəkil yerləşdirmək üçün mətni seçmirsən. Sadəcə kursoru qoyursan, kursor haradırsa ora şəkil yerləşdirsən. Onun üçün mətni seçməyə ehtiyac yoxdur. Yəni, mətni seçmirlər. Mətni seçəndə üstündə işləyirlər, qara yazırlar, əyirlər. Amma şəkil yerləşdirmək üçün kursor haradadırsa orada şəkili yerləşdirirlər. Ona görə Y bəndinin temaya aidiyyatı yoxdur. Mənası budur. Sonra 11-dən əvvəl sual yoxdur deyəsən, 17 gəlir sonra. Yaxşı, 11-ci sual, sonra 17. 11. Deyir ki, Word-də mətni qeyd eləsək və aşağıdan 2-0 seçsək nə olar? Firuz, bu şeydir də, line spacing yazıbsə, sətirlər arası intervaldır. 2-ni seçsən, line spacing, yəni sətirlər arası interval 2 olacaq, 2 cm olacaq. Bu da cavab elə abəndir. Bayıl özü yazıb. Sətirlər arası məsafə, line. O 2 cm olacaq. Və sonra bildik. Bu home tabındaydı müəllim ya? Hə, bu da Insert. budur qadasıca göstərim. Bax bu. Home'da bu var. Yadına düşdü. Hə, bəli müəllim gördüm. Çok saat. Sonra 17-ci sual soruşanlar. 17-ni mən sizə dərsdə yazdırmışdım. Sənədi başqa adla yadda saxlamaq. Başqa ad nə idi? Save as. Save as'ın düyməsi nə idi uşaqlar? F13. Ay, sol. Buyurun. 17-ni soruşanlar. Ctrl S yazmısınızsa o saved. O olduğu kimi yaddaşa verməkdir. Amma başqa ad deyəndə save as'dan söhbət gedir. 17-ni soruşanlar. Şəbnəm, sən soruşmuşsan, bax. Yaxşı, 14 də qalıb, 15 də qalıb. Tamam. 14-cü sual. Mətn daxilində hər hansı sözü üzərinə kursoru 2 dəfə ardıcıl vuranda nə olur? Bu 7.4-cü paragrafdandır. 14-ü soruşan tələbə. İstəyirsiniz göstərim. Görək mətn harda var? Bir də saniyə. Gözləyin, sənəd açaq göstərək. 2 dəfə vuranda söz seçilir. Bəli, bax 2 dəfə vuranda üstündə. Bax, söz seçilir. Mənası olur. Cavab C bəndi. Bu paragrafı verməmişdim. Ona görə bilməmişsən yəqin. 7.4-cü paragrafdadır. Sonra 15 də deyəsən soruşulub. Klaviaturada olmayan simvolları sənədə daxil eləmək. Bunu da demişdim dərsdə. Insertin içində simvol bölməsi. Demişdik, klaviaturada olmayan simvollar. Insertdə simvolun içində simvol. Cavab C bəndi. 15-i soruşanlar. Sonra 17-yə baxdım. 17-dən sonra 21-ci sual və 23-cü suallar. Yaxşı. 21. Riyazi ifadəni yazmaq. Əziz tələbə, yəqin ki, sən riyaziyyatdır deyə insert equation əmrini axtarmısan. Amma bunu şeylə də yaza bilərsən də. Bu home'da var. Yox, bu deyil bununla. Superscriptlə. Bu da x yazdın. Bax, superscript'i bastım. Yazdım belə. X2. Bax. Bununla da yaza bilərsən. Fontda superscript. Gör, hardadır? Fontda subscript yox. Super. Cavab deyil bəndi. Onu oradan yazıb. Sonra 23. Mənim ilk 50 dənə suala baxacaqdıq bu gün, düzdür? Əlifləri, hə. Mənim 50-dən sonra da suallarım, onda olar çıxsam. Olar qadas, olar. Çox sağ olun mənim, gecəniz xeyir. Sən də gecən xeyir. Sonra keçməliyimiz çoxdur deyə dedim keyfiyyətsiz olmasın ona görə. Vərəqə sərhəd əlavə eləmək üçün. Vərəqə sərhəd. Yəqin ki, siz home yazmısınız. Bayaq keçdimi? Vərəq deyəndə hansı tabdan danışdım bayaq? Dönə-dönə dedimi? Design'dan. Layout. Yox, layout yox, design. Bu da page background'da, page border. Bu da ekranda görsən. Bu. Design. Cavab deyil bəndi. Sonra 23-dən sonra 33, 26. Yaxşı. 26-cı sual. O nədir? Seçilmiş mətnin formatını digərinə köçürmək. Bunu nəsə bilməmişsiniz. Keçən dərs danışmışdım. Format painter.
Mətnin rəngin o birinə köçürmüşdük. Mətnin formatını köçürtmək. Hətta yazdırmışdım isə mətnin xarici hissəsinin formatını köçürdür. Bu da o, B bəndi. Yadınıza düşdü. 26-nı soruşanlar. Odur. Sonra 33-ü soruşanlar. 33. Word-də şablonların uzantısı. 33-ü soruşan tələbələr. Şablon deyəndə ingilis dilindən template sözü nəzərdə tutulur. Şablonların da uzantısında T hərfi olur. Yəni D, O, T, X. Əgər siz A bəndi yazmısınızsa, A bəndi Word-ün susmaya görə və yaxud standart halda olan uzantısıdır. Şablon deyəndə D, O, T, X. Bu 7.2-də var idi. Şablonlar, template. Cavab B bəndi. Sonra 38 görmüşdüm çatda. Arada nəsə qalmadı. 37. 37-dən əvvəl də var. 32. Yaxşı. Ay maşallah, nə çox sağ olun. 32. Hanı? 32. Okey. Uyğunluğu müəyyən edin. Birinci abzaslar arası və ya sətirlər arası məsafədir. Biri A da uyğundur, C də uyğundur. 2. Keçən dərs demişdim sizə. Arxa fon. Highlighter color. B'dir. Bu da screenshotun işarəsidir. Hansısa bir hissəni kəsib getmək. O da D bəndi. Ola bilir siz 3-ə Y bəndi yazmısınız. Xeyr. Şəklin işarəsi deyil bu. 32-ni soruşanlar. Siz göstərin. Bax, o screenshotun işarəsi. Şəklin işarəsi belədir. Screenshotun işarəsidir. Buyurun. O da D. Sonra 37-ni soruşanlar. 37-ni məncə mən keçən dərs sizə yazdırmışdım. Shift üstəgəl F3 düyməsi. Demişdim məncə müvafiq sayda basmaq. Baba, bunlar var ha. Ayta sən soruşmusan. Bunlar. Keçən dərs bunlar yadıma gəlir. Bəli, bəli. Aciz ol. Bunları icra eləmək üçün klaviaturadan shift üstəgəl F3-ü basırsan. Amma ardıcıl gedir deyə ona görə adına deyirlər müvafiq sayda basmaq. Yəni bir dəfə bassam bu birini yazır, bir dəfə bassam bunu yazır. Say anlayışı yoxdur. Ona görə deyirlər müvafiq sayda basmaq. Necə? Başa düşdüm, müəllim, başa düşdüm. Tamam. Y olur da orada. Hə. Sonra 38 soruşanlar. Word mətn redaktorunda sənədlərin avtomatik saxlanması. Müəyyən vaxt ərzində saxlaya bilər. A bəndi düzdür. B-də yazıb ki, avtomatik saxlaya bilmir. Bu səhvdir. Saxlaya bilir. C-də yazıb yalnız 10 dəqiqə, yalnız 30 dəqiqə, yalnız. Bunları da sildim. Cavab A bəndi. Hətta kitabı oxumusunuzsa, birdən 120 dəqiqə aralığında istədiyiniz rəqəm seçib yaddaşa verə bilərsiniz. İstəsə kitabınızdakı yerini də deyim. Kitabda bilirsiniz hardadır bu? Bir saniyə. 110-cu səhifədə. 110-cu səhifənin aşağısında. 110-un aşağısında görə bilərsən. Yazılıb ki, orada 1-120 dəqiqə aralığında avtomatik yaddaşa gedə bilir. Ona görə yazıb. Müəyyən vaxt aralığı. Kim soruşmuşdu? Sərxan sən soruşmuşdun deyəsən 38-i. Bax, 110-cu səhifədə aşağıya bax, orada save olan hissədədir, ən aşağılarda. Language yox, save-in içində olacaq. Orada görə bilərsin. Sonra 38-də də baxdıq. 41-ci sual. Bir dənə sual verə bilərəm. Buyur qardaş. Bu ilk 50-nin içində prosta maraqlı gəlmə. Qəbul tipli sual var. Var qardaş, hə, o qədər. Misal üçün 31 qəbul sualıdır. 35 qəbul sualıdır. Sonra canım sənə desin 29 qəbul sualıdır. Hə, o qədər var ki. Sonra bayaq F12 sualı var idi. Nəm neçə idi? Başqa adla yadda saxlamaq. Qəbul sualıdır. Burada elə də çətin düşmür müəllim. Zaten elə əjdaha deyil ki, sadəcə çox sual eləyib biraz beynində otuzdurmalısan. Yəni çox test yazman lazım Word-də. 41-ci sual. Sənəd yalnız oxumaq üçün açılıbsa. 41-i soruşanlar. Yalnız oxumaq deyəndə read-only rejimindən söhbət gedir. Bəzi tələbələr fikirləşir ki, sənəd oxumaq üçün açılıbsa, ora kursoru qoyub heç nə eləyə bilmərik. Yox, eləyə bilərsən. Sadəcə axırda X-i vurub çıxanda save as pəncərəsi açılır ki, bu sənədin adını dəyişir. Yəni sən düzəliş eləyib save eləmək istəyirsən, save eləyə bilmirsən. Save as açır ki, bunun adını dəyişir. Yəni həmin faylda yadda saxlaya bilmirsən. Elə bir ki, faylın adı məntiq faylıdır. Read-only rejimi ilə açmısansa, o faylın adını dəyişməlisən. Düzəliş eləsən, toxunsan. Yəni həmin faylda saxlaya bilmirsən, amma adını dəyişə bilirsən.
WhatsApp-a göndər, sənədi bağla, elektron poçta göndər, nə istəyirsən elə. Amma toxundunsa, sənədin adını dəyişməlisən. Yəni həmin faylda saxlamaq olmur. Qalan hər şey olur. Sən də deyir olmaz. Yalnız 3. Mənası budur. Müəllim, burada elektron posta göndərmək olar. Hə, olar, Vicdanlı. nə olmur ki? Sənədi dəymişsən də çap edirsən gedir. Çap elə, elektron poçta göndər, başqasına göndər, bluetoothla göndər, nə istəyirsən eləyə bilərsən. Amma kursoru qoyub bir şeyə toxundunsa, yaddaşa vermək istəsən, save as açılır ki, onun adını dəyiş. Orijinalına toxunamırsan. Mənası odur. Sonra 44-cü sual. Word 2019 proqramında aşağıdakılardan hansılar səhvdir? Cut, paste, paste special əmrləri mübadilə buferin əmrləridir. Düzdür. Hamdakı find əmri sözü tapır. Əlbəttə ki, bəli. Hə, bu da C-də yazıb ki, insertdəki go to əmri. Ay tələbələr, bəyəm go to insertdədir? Go to hardadır? Home'da. Ay, sol, Onda home'da. editing. Bəli, home'da editingin içində. O insertdə nə işi var? Hələ də yazıb ki, başqa fayla keçirilsin. Bəyəm go to başqa fayla keçirdi? Yox, go to neynirdi? 5-ci səhifədən gedirdi 10-cu səhifəyə. Səhifədən səhifəyə keçirdi. Yəni bu C bəndini hara fırlatsa səhvdir. Birincisi home'dadır, ikincisi də başqa fayla keçmir. Başqa səhifəyə keçir. Bunun da mənası bu. Sonra 47, 49, ay maşallah. Deməli 47, 48, 49. Tamam. 47-ni soruşanlar. Dərsin əvvəlində dərsəydiniz bayaq. Bunu yazdırdım sizə. Dərs başlayan kimi. Qoşulmuşsunuz Bəli, dərsə. Ay, sol. Backspace düyməsi, Shift Delete düyməsi, bir də Ctrl X. Yadınızda qaldı. Yazdırmışdım. 48-i soruşanlar. 48-dən 49 2.4-cü paragrafa aiddir. Deyim, amma indi oradan əzbərləyərsiniz. Sözü seçmək, bayaq da dedik. Sözün üzərində sol düyməni 2 dəfə sıxmaq. Cavab B bəndidir. 9-da da sətri seçmək. Sətri seçmək üçün sol tərəfdə sol düyməni bir dəfə vurursan. Solda sol düyməni bir dəfə vurmaq. O da A bəndidir. Məsəl. 50-ni də soruşmusunuzsa ona da baxın. Riyazi düsturlar və ya OLE texnologiyası. OLE texnologiyası deyəndə obyekt əmrindən söhbət gedir. Bununla. O da obyekt əmridir. Başqa proqramlarda nə isə gətirib sənədə əlavə eləmək. 49 eşitmədim mən. Zəhmət olmaz. Tamam. Sətri seçmək üçün sətirdən solda mouse'un sol düyməsini bir dəfə sıxırlar. 7.4-cü paragrafa baxarsınız, orada cədvəl qoymuşuq seçin. Hamısını sistemləşdirib yazmışıq. Bunlar əzbərdir çünki. Orada da görə bilərsiniz. Bax, sol düyməni bir dəfə vuranda sətr seçilir sol tərəfdə. 2 dəfə vuranda abzas seçilir. Orada görəcəksiniz. Sonra verirəm hamının sualına baxdım. Müəllimə, 37-ci suala yenidən bir də baxa bilərik, zəhmət olmasa. Neçənci suala? 37-ci suala. Yaxşı. Müəllimə, orada necə variant olunur ki? C-də yazıb ki, bütün mətni seçib Shift F3-ü bir dəfə vurmaq. Əziz Güney xanım, axı bir dəfə vurmaq deyil. Bir dəfə bassan böyük yazır, bir dəfə bassan kiçik yazır, bir dəfə bassan ilk hərfləri böyük yazır. Say anlayışı yoxdur. Ona görə deyirlər, müvafiq saydır. Sənə təqdim olunan mətndən asılıdır. Bir dəfə yox. Ardıcıl icra edir. Sənə verilən mətndən asılı olaraq dəyişir. Ona görə müvafiq sayda basma. Bir dəfə yox, ona görə səhvdir. Bəli, çox sağ olun. Sən sağ ol. Məncə 50-yəcən hamının sualına baxdım deyə düşünürəm. Bu qədər, əziz tələbələr. 50-də saxlayıram. 50-dən o tərəfə bayaq yazdığım yadımdan çıxdı. Deyəsən 150-yə qədər verdim. Ora qədər də nə qalar? Gələn dəfədə 100-dən. Gələn dəfə 100 dənə qalır da, belə deyək. Kim 90-can eləyibsə, ona cəmi 60 dənə sual qalır. Kim eləməyibsə, hamısı eləsin. Məncə orada artıq keçdiklərimiz çox olacaq. Gələn dəfədə baxarıq. Başqa bu qədər. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə qalsın. Sağ-salamat. Görüşərik inşallah. Siz də sağ olun. Fikirlərə görə də təşəkkür edirəm. Sağ olun uşaqlar. Sağ